Salam əziz müəllimlər, mən Bakı Peşəkarlar Akademiyasının fizika müəllimi Xalidə Əliyeva. Son illər həm miqdə, həm də sertifikasiyada müxtəlif tipli test tapşırıqları istifadə olunur. Buna görə də biz həm öz milli vəsaitlərimizi, həm də türk vəsaitlərini işləməliyik, bilməliyik. Bunun üçün elə mən də sizə türk vəsaitlərindən sual nümunələri hazırlamışam və həmin sualların izahını vermək istəyirəm. Keçək izaha. Bizə deyilir ki, silindrik qabda radiuslu tərəfdə H yüksəkliyində maye var. Buna görə K kranı açıldığında 2R tərəfdə suyun yüksəkliyi neçə H olar? Biz bilirik ki, əgər R tərəfdəki silindrik qab, daha doğrusu kran açılarsa, R tərəfdəki silindrik qabın içərisindəki maye artıq bu 2R tərəfdəki silindrik qabın içərisinə keçəcək və həmin bu hissədə bir mayenin tarazlığı yaranacaq və həmin tarazlıqda maye müəyyən bir hündürlük alacaq. Həmin o hündürlüyə biz gəlin deyək böyük bir H və burada mayenin həcmində heç bir dəyişiklik baş verməyəcək. Əvvəlcə maye hansı həcmdə idisə, sonda da yenə iki hissədə olan mayenin həcmi son olaraq da yenə elə eyni həcmdə olur. Ona görə biz buna əsasən yaza bilərik ki, V ilk bərabərdir V son. Yəni həcm dəyişmir. Həcmdə dəyişiklik yoxdur. Buna əsasən ilk həcmi müəyyən edirik. İlk həcm nəyə bərabərdir? Baxırıq ki, bu hissə silindrik qab olduğu üçün silindrin həcmini hesablaya bilərik. Silindrin həcmi S vurulsun H-la hesablanır. S də həmin bu dairə olan hissənin sahəsi, yəni pi R kvadratı vurulsun H şəklindədir. Bu bizim ilk həcmimiz. Gəlin indi biz son həcmi tapaq. Son həcm nədir? V son olan da artıq həm bu hissədəki həcm hesablanacaq, həm də bu hissədəki həcm hesablanıb cəmlənəcək. Deməli, bu hissəyə bir deyim V1, bu hissəyə də deyim bir V2. Onda olur V1 üstə gələk V2 cəmi. V1 nə qədərdir? V1 olur pi R kvadratı vurulsun böyük H. Artıq böyük H hündürlüyünə malik oldu axı maye. Mən elə həmin o H hündürlüyünü tapmaq istəyirəm. Üstə gələk 2R radiuslu olduğu üçün 2R'in kvadratı edir 4 pi R kvadratı vurulsun yenə H. Bu hissə mənə verir 5 pi R kvadratı vuraq H. Deməli, mənim son həcmim 5 pi R kvadratı vurulsun H-a bərabər oldu. Və əvvəlcə də qeyd etmişdim ki, son həcmlə ilk həcm bərabərdir. Ona görə mən bu qiymətləri bir-birinə bərabər eləməliyəm. Yazıram pi R kvadratı H bərabərdir 5 pi R kvadratı böyük H. Pi R kvadratları buradan ixtisar gedir. Alıram H bərabərdir 5 H-a. Və məndən soruşur son hündürlük nə qədərdir? Son hündürlük bu H-ın hansı hissəsidir? Deməli, onda alıram ki, böyük H bərabərdir, kiçik H bölünsün 5. Tapdım ki, son hündürlük əvvəlki hündürlüyün 5də 1 hissəsidir. Keçək növbəti sualın izahına. Bizə deyilir ki, 2 kiloqram kütləli cisim üfüqi cisim ilə üfüqi səth arasında sürtünmə əmsalı 0,5-dir və buna görə 3 kiloqram kütləli cisim sərbəst buraxılır. Sistemin təcilini tapın və T ip gərilməsini tapın. T ip gərilməsini. Deməli, biz baxırıq ki, 2 kiloqramlıq cisimlə həmin bu üfüqi səth arasında bir sürtünmə qüvvəsi var. Həmin sürtünmə qüvvəsi F sürtünmə bərabərdir. Mü, M, J düsturuna əsasən tapılır. Mü bizə verilib 0,5, M bizə verilib 2 kiloqram, J də bizə verilib 10. Deməli, biz buradan müəyyən edirik ki, sürtünmə qüvvəsi 10 newtondur. Həmçinin bizə 3 kiloqramlıq cismin bir ağırlıq qüvvəsi var. MJ-dən tapırıq ki, həmin ağırlıq qüvvəsi 30 newtondur.
Biz indi baxırıq ki, bu hissədə 10 Newton sürtünmə qüvvəsidir. Bu hissədə isə 30 Newton həmin bu 3 kiloqramlıq cismə təsir edən ağırlıq qüvvəsidir. Deməli, bizim sistemimizdə əvəzləyici qüvvəni tapsaq necə taparıq? 30 Newtondan 10 Newtonu çıxmalıyıq, düzdür? Onda bizim sistemimiz hansı istiqamətə hərəkət edir? Baxın bu istiqamətə, aşağı istiqamətə. Biz onda təcili tapsaq, təcilin istiqaməti olur aşağı. Gəlin təcili tapaq. A bərabərdir. Biz bilirik təcili tapanda əvəzləyici qüvvə bölünsün M sistemin kütləsi bərabərdir. Əvəzləyici qüvvəni qeyd etdik. Necə yazmalıyıq? 30 Newton çıxaq 10 Newton. Axı sürtünmə qüvvəsi də var. Bölünsün sistemin kütləsi. Yəni 3 kiloqram üstə gələk 2 kiloqram. Edir 5 kiloqram. Deməli, buradan da 20 bölünsün 5-dən alırıq ki, bizim təcilimiz 4 metr bölünsün saniyə kvadratıdır. Təcili tapdıq. Təcilə əsasən isə T gərilmə qüvvəsini tapa bilərik. Baxın, bu hissəyə, buradakı ipdə olan qüvvələrə əsasən Newtonun ikinci qanununu yazaq. Deməli, təcil aşağı istiqamətə yönəlibsə, deməli 30 Newton qüvvə T ip gərilməsi olan qüvvədən daha çoxdur, daha böyükdür. Ona görə də biz Newtonun ikinci qanununu yazanda yazırıq 30 çıxılsın T bərabərdir M-A-ya və buradan da müəyyən edirik. 30 çıxılsın T bərabərdir. M bizə verilir 3 kiloqram. Təcili biz tapmışdıq 4. T buradan bərabərdir 30 çıxaq 12-dən alırıq 18 Newton. Deməli, həm T ip gərilməsini tapdıq, həm də təcilin qiymətini tapdıq. Keçək növbəti sualın izahına. Bizə deyilir ki, sürtünməsiz bir üfüqi səthdə 3 kiloqramlıq və 2 kiloqramlıq kütləli cisimlərə 20 Newton qüvvə təsir edir və buna görə də 2 kiloqramlıq kütləli cismin 3 kiloqramlıq kütləli cismə göstərdiyi təsir qüvvəsi, yəni T neçə Newtondur? Biz bilirik ki, Newtonun 3-cü qanununa əsasən təsir əks təsirə bərabərdir. Yəni, bir cisim, deyək ki, 3 kiloqramlıq cisim 2 kiloqramlıq cisimə hansı qüvvə ilə təsir göstərirsə, 2 kiloqramlıq cisim də 3 kiloqramlıq cisimə həmin qüvvə ilə təsir göstərəcək. Ona görə biz birinci qüvvələri müəyyən edək. Baxın, 3 kiloqramlıq cisim deməli təsir göstərir 2 kiloqramlıq cisimə, 2 kiloqramlıq cisimdə təsir göstərir 3 kiloqramlıq cisimə. Bunun üçün biz birinci sistemin təcilini tapmalıyıq. Gəlin tapaq sistemin təcilini. A bərabərdir. Necə yazırdıq? Əvəzləyici qüvvə bölünsün M sistemin kütləsi bərabərdir. Əvəzləyici qüvvə nə qədərdir? 20 Newton elə bizə verilir. Bölünsün sistemin kütləsi nə qədərdir? 3 üstə gələk 2-dən 5. Təcil aldıq. 4 metr bölünsün saniyə kvadratı. Biz həmin o deməli təsir qüvvəsini bu 2 kiloqramlıq cisimdə də müəyyən edə bilərik. 3 kiloqramlıq cisimdə də müəyyən edə bilərik. Ona görə biz 2 kiloqramlıq cisimdə müəyyən etsək yazırıq T bərabərdir. MA bərabərdir. 2 vurulsun. Təcil nə qədər aldıq? 4 metr bölü saniyə kvadratı. Edir 8 metr bölünsün saniyə kvadratı. Gəlin indi 3 kiloqramlıq cisim üçün həmin o T təsir qüvvəsini tapaq. Deməli, onda yazırıq belə. F çıxılsın T bərabərdir MA-ya. Newtonun ikinci qanunu. F bizə verilib 20 Newton, çıxaq T bərabərdir. Kütlə 3 kiloqram, təcil 4 metr bölünsün saniyə kvadratı və buradan alırıq T bərabərdir 20 çıxaq 12-dən 8 Newton. Deməli, hər iki halda da təyin elədik ki, təsir qüvvəsi bərabərdir. Bir cisim 8 Newtonluq qüvvə ilə təsir göstərirsə, digər cisim də həmin cismə 8 Newtonluq qüvvə ilə təsir göstərir. Əziz müəllimlər, hər kəsə uğurlar arzulayıram. Növbəti dərslərdə görüşənədək.